İnsan vallahi, mən hər dəfə deyirəm, tanımasa Allahı sevə bilməyəcək, tanımasa qorxa bilməyəcək, tanımasa təvəkkül etməyəcək. Baxın, məsələn, bir insandır, rozisi azalır, düzdür? Rozisi azalır, sıxıntılar, çətinliklər, bir müddət səbir edir, səbir edir, səbir edir. Sonra gedir, axırda səbir edə bilmir, gedir, banka girir, faiz götürür. Deyirsən, qardaşım, nə oldu? Vallahi, övladlarım acından ölməyəcək ki, nəsə bir şey eləməliyəm. Nədir problem? Allahı tanımır. Bilmir kimdir Allah. Bilsəydi kimdir Allah, Razzaqdır, rozu verəndir, imtihan edir, hər şey onun əlindədir, yoxluyur səni. Bilmir deyə bu harama düşüb. Bilmir deyə. Yoxsa Allah da heç kimi ac saxlamır, heç kimi acından ölmür, heç kimi ruzisiz qoymur. Səbəb bilmir, tanımır Allahı. Ki Allah subhanahu və teala kimdir, Allah nə edir, nə xəbər verib, məlumatı yoxdur deyə, elmi yoxdur deyə bu kimi şeylərə gedirlər.